Rusiyada sərnişin qatarı hərəkətdə olarkən körpü partladılıb. Çox sayda ölən və yaralanan var. Hadisə Bryansk vilayətinin Vugonis rayonunda baş verib. Bryansk vilayətinin qubernatoru Aleksandr Bogomaz bildirib ki, avtomobil körpüsünün uçması nəticəsində sərnişin qatarı qəzaya uğrayıb. 7 nəfər həyatını itirib, 69 nəfər xəsarət alıb. Xəsarət alanlardan 3-ü, o cümlədən bir uşaq ağır vəziyyətdədir. 44 nəfər xəstəxanaya yerləşdirilib, 22 nəfər ambulator müalicə alır. Bildirilib ki, hadisə Pilsino-Vugonis dəmir yolu sahəsində baş verib. Miratorg şirkətinə məxsus yük avtomobili körpünün üzərindən keçən zaman qəza baş verib. Körpü Kilimov-Moskva marşrutu ilə hərəkət edən sərnişin qatarının üzərinə uçub. Hadisə nəticəsində lokomotiv və bir neçə vaqon relsdən çıxıb. Moskva dəmir yolu idarəsinin məlumatına görə hadisəyə nəqliyyat fəaliyyətinə qanunsuz müdaxilə səbəb olub. Rusiya Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə isə hadisə zamanı sərnişin qatarının vaqonları və lokomotivi körpünün dağıntıları altında qalıb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ərazidə axtarış xilas etmə işlərini davam etdirir. Qəzanın nəticələrinin aradan qaldırılmasına təxminən 180 nəfərlik heyət və 60 texnika cəlb olunub. Bryansk vilayətinin qubernatoru Aleksandr Bogomazın yeni açıqlamasına görə isə qatar hərəkətdə olarkən körpü partladılıb. Onun sözlərinə görə 388 sərnişinin olduğu Kilimov-Moskva qatarının hərəkəti zamanı magistralda körpü partlayışı baş verib. Qatar qəzası nəticəsində xəsarət alanlar operativ şəkildə xəstəxanaya yerləşdirilib. Prokurorluq araşdırma aparır. Bu arada o da məlum olub ki, iyunun 1-də Moskva vaxtı ilə saat 02:21-də Rusiyanın Kursk vilayətində də körpü uçub. Bu barədə Rusiya Dəmir Yollarının mətbuat xidməti məlumat yayıb. Məlumata görə hadisə nəticəsində yalnız bir nəfər maşinist xəsarət alıb. Yük qatarının 3 boş vaqonu və teplovoz körpünün uçması səbəbindən relsdən çıxıb. Hadisə zamanı lokomotivin bir hissəsi yanıb. Yanğın qısa zamanda söndürülüb deyə Rusiya Dəmir Yollarının məlumatında bildirilir.